Qəbul imtahanlarına günlər qalmış, sizinlə hər günə bir neçə mövzu təkrarlamağa başlayaq. Ancaq düsturları təkrarlayacaq. Başlayaq düz xətli bərabər sürətli hərəkətdə sürətin düsturundan. Sürət V bərabərdir S böl T. Söhbət düz xətli bərabər sürətli hərəkətdən gedir. Sürətin proyeksiyasını tapırıqsa Vx bərabərdir Sx böl T. Yer dəyişməyə görə sürətdir bu. Yola görə sürətdə isə elə gedilən yolun zamana nisbətinə deyilir. Sürətin x ox üzrə proyeksiyası yenə Vx bərabərdir x çıx x0 böl T. Düzxətli bərabər sürətli hərəkətdə yer dəyişmənin proyeksiyası Sx bərabərdir Vx vur T. Düzxətli bərabər sürətli hərəkətdə koordinatlı zamanın asıllıq tənliyi x bərabərdir x0 üstəgəl Vx T. Burada Vx müsbət də ola bilər, mənfi də ola bilər. X oxu istiqamətindədirsə V-nin proyeksiyası müsbətdir. X oxunun əksi nədirsə V-nin proyeksiyası mənfidir. Yer dəyişmə x oxu üzrə proyeksiyasını tapırıqsa x çıx x0, y oxu üzrə proyeksiyası y çıx y0. Yer dəyişmənin ümumi uzunluğunu Pifaqor teoreminə görə tapırıq. Kök altı sx kvadratı üstə gələk sy kvadratı. Sonra düzxətli bərabər sürətli hərəkətdə sürət sabiti idi. Həm qiymət, həm istiqamətcə. Dəyişən sürətli hərəkətin iki növü var. Bərabər təcilli və dəyişən təcilli hərəkət. Biz danışırıq düzxətli bərabər təcilli hərəkətdə. Təcil sürət dəyişməsinin zaman olan nisbətinə deyilir. A bərabərdir V çıx V0 böl T. Başlanğıc sürət 0 olanda, yəni cisim sükunətdən hərəkətə başlayanda bərabərdir V böl T. Bərabər yeniləşən hərəkətdə sürətin modulu artır V0 üstəgəl AT. Ümumiyyətlə, sürətin proyeksiyasının ümumi düsturunu yazsaq, Vx bərabərdir V0x üstəgəl AXT. Və bərabər yeniləşən hərəkətdə V0 üstəgəl AT olur sürətin modulu. S-in düsturundan çıxartsaq, V bərabərdir kök altda V0 kvadratı üstəgəl 2AS. V0 sıfırdırsa, cisim sükunətdən hərəkətə başlayırsa, V bərabərdir AT. Yaxud da V bərabərdir kök altda 2AS. Burada modullarını hesablayırıq. Yəni, x onun proyeksiyasıdır. Onu öyrənəndə sizə çətinlik çəkməyəsiz deyə, yəni onu necə deyilir, təkrar edəndə özünüz üçün deməsəz olur. Elə deyin, V bərabər deyir AT. Bərabər yeniləşən hərəkətdə yer dəyişmənin düsturlarını çıxardaq. S bərabərdir V0 T üstəgəl AT kvadratı böl 2. S bərabərdir V kvadratı çıx V0 kvadratı böl 2A. S bərabərdir V üstəgəl V0 böl 2 vur T. V0 sıfırdırsa S bərabərdir AT kvadratı böl 2. Yəni, cisim sükunətdən hərəkətə başlayırsa. S bərabərdir V kvadratı böl 2A, S bərabərdir VT böl 2. Bərabər yeniləşən hərəkətdə başlanan sürət 0 olanda 1-ci saniyədə getdiyi yol 2n çıx 1 vur A böl 2. Parabolanın təpə nöqtəsi üçün koordinatların düsturunu çıxartmışdıq. X 0 0'dır. Parabolanın təpə nöqtəsi üçün x maksimalının düsturları mənfi AT kvadratı böl 2, mənfi V0 kvadratı böl 2A və V0 T böl 2. Və x-in iki tənliyini bərabərləşdirib V0 bərabərdir mənfi AT ala bilərik. Ümumiyyətlə, V ilə T-nin sahəsi bizə verir nəyi? Gedilən yol və ya yer dəyişməni. Yol yalnız müsbət skaler kəmiyyətdir, yer dəyişmə isə mənfi də ola bilər, müsbətdir. Sürətin, daha doğrusu təcilin zamanla əmələ gətirdiyi fiqurun sahəsi isə bizə verir sürətin modulunu. Törəmələrdən danışsaq, deməli, S-in törəməsi V-ni, X-in törəməsi də V-ni verir. V-nin törəməsi isə A-nı verir. Bərabər yavaşlayan hərəkətdə sürətin modulunu hesablayan V bərabərdir V0 çıx AT. V bərabərdir kök altda V0 kvadratı çıx 2AS. Burada başlanğıc sürət 0 ola bilməz, çünki müəyyən qiymətdən başlayaraq yavaşlaya bilər. Bərabər yavaşlayanda S bərabərdir V0 T çıx AT kvadratı böl 2, S bərabərdir V kvadratı çıx V0 kvadratı çıx V kvadratı böl 2A. Nisbi sürətdən danışaq. Cisimlər eyni istiqamətdə hərəkət edirlərsə, bir-birə nəzərən nisbi sürətini tapsaq, 1-in 2-yə nəzərən sürəti V1 çıx V2, 2-nin 1-ə nəzərən V2 çıx V1-dir. Ümumiyyətlə, cisimlərin bir-birə nəzərən sürət, nisbi sürət fərq anlayışını bildirir. Bunların vektorial fərqini bildirir.
Cisimlər bir-birinin əksinə hərəkət edirlərsə, bunların bir-birinə nəzərən nisbi sürətini tapanda V1 üstəgəl V2. İki cisim sürət vektoru bir-birinə perpendikulyardırsa, V bərabərdir kök altda V1 kvadrat üstəgəl V2 kvadratdır. Deməli, iki cismin bir-birinə nəzərən sürətləri bucaq əmlə gətirirsə, kök altda V1 kvadrat üstəgəl V2 kvadratı çıx 2 V1 V2 kosinüs alfa. İndi gəlin bir cismin digər cisim üzərində hərəkətinə baxaq. Tutaq ki, qayıq çayda çay istiqamətinə nəzərən hərəkət edir və bu zaman onun sahilə nəzərən sürətini tapanda V qayıqla V çayı toplayırıq. Qayıq çayın əksinə hərəkət edirsə, sahilə nəzərən sürətini tapmaq üçün qayığın sürətindən çayın sürətinə çıxırıq. Orta sürət düsturları ümumiyyətlə bərabər təcilli hərəkətdə, bərabər sürətli hərəkətdəki sürət düsturlarından əlavə orta sürət düsturlarını çıxartmalıyıq. Çünki burada bir neçə sürət olur. Gedən ümumi yolun ümumi zamana nisbətinə orta sürət deyilir. S1 üstəgəl S2 böl T1 üstəgəl T2. 2 dənə cisim üçün yazmışam. Daha doğrusu eyni cisim üçün 2 dənə yolun hissələri üçün yazmışam düsturları. Sonra T'lər bərabərdirsə V orta bərabər olur. V1 üstəgəl V2 böl 2. Əgər S-lər bərabərdirsə, yəni 2 yol bir-birinə bərabərdirsə, bu yollarda gedilən yolda ümumi orta sürət deməli 2V1 V2 böl V1 üstəgəl V2 olur. Deməli, bayaq dedik, yolun 2 hissəsi üçün V orta bərabərdir 2V1 V2 böl V1 üstəgəl V2. Yolun 3 bərabər hissəsi üçün də bu düsturu yaza bilərik. 3V1 V2 V3 böl V1 V2 üstəgəl V2 V3 üstəgəl V1 V3. Orta sürətin çox düsturlarını özümüz verilmiş şərti əsasən çıxarda bilərik. T'lər bərabər olanda isə toplayıb yarı bölürük. V1 üstəgəl V2 böl